Mətbəxə ilk dəfə girənlərin belə asanlıqla hazırlaya biləcəyi, tam ölçülü, kövrəklikdə sərhəd tanımayan, ağızda əriyən qozlu kətə reseptini təqdim edirəm. Yoğurma qabına 500 qranılmış kərə yağı əlavə edək. Yağı una bulayaraq, əlimizlə ovaraq umaç hazırlayaq. Mən soyuq yağı doğrayıb istifadə etdim. Siz istəyirsinizsə yağı biraz dondurub, una bulayaraq sürtkəcdən də keçirə bilərsiniz. Kimə necə rahat gəlirsə. Hazırladığımız umacı 1 çay qaşığı qabartma tozu və 1/3 çay qaşığı duzla qarışdıraq. Başqa bir qabda 20-25% yağlılığı olan xamanı 1 ədəd yumurta ilə qarışdırırıq. Xamalı yumurtanı da umacın üzərinə əlavə edib bir növ qatlayaraq yoğururuq. Qeyd edim, nə aldısa kifayətdir. Hava almayacaq şəkildə paketə büküb hələlik soyuducuya qoyuruq. Buz 50 qram üyüdülmüş qoz ləpəsi, 200 qram şəkər tozu, 1 çay qaşığı hil, zövqə görə darçın da əlavə edib çox yaraşır. Son olaraq 40 qram əridilmiş kərə yağı da əlavə edib içliyi hazır edirik. Həm içliyi, həm də xəmiri 2 bərabər hissəyə bölürük. Ayırıq. Mən kənarını kəsdim, amma şərt deyil, siz kəsməyə də bilərsiniz. Bir yumurtanın ağını sarısından ayırırıq. Sarısını sondan içlik dağılmır. Xəmir kimi 2 bərabər hissəyə hamarlayıb xəfifcə üzərinə basırıq. Hər qatladığımızda da üzərinə xəfifcə basırıq. Ayırdığımız yumuz rulonun üzərinə çəkirik. Çəngəllə cızıqlar çəkib dilimlərə bölürük. Və yaxud əvvəlcə dilimləri ayırdıqdan sonra yumurta sarısı çəkmək daha rahatdır. Ərək qızarana da bişiririk. Ərzaqların miqdarını yazılı olaraq da videonun açıqlama hissəsində qeyd etdim. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun deyirəm. Ümid edirəm ki, videonu bəyəndiniz.